Qədir gecəsi Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quran nazil olub. İslam alimlərinin bildirdiyinə görə Qurani Kərim Peyğəmbərimizin mübarək qəlbinə iki cür nazil olub. 23 il ərzində hissə-hissə və Qədir gecəsində bütövlükdə. Qədir gecəsində əhya saxlandığından onlara həm də əhya gecələr deyilir. Əhya ərəbcə diriliş, dirçəliş deməkdir. Ey zikr edənlərin ən xeyirlisi, ey varislərin ən xeyirlisi, ey həmd olunanların ən xeyirlisi, ey ruzi verənlərin ən xeyirlisi, ey haqla batilə ayıran. İmam Həsən məscidində martın 19-dan 20-sinə keçən gecə ehtimal olunan ilk Qədir gecəsi mərasimi baş tutub. Mərasimdə dua və nacatlar oxunub. Gecəyə məxsus rituallar həyata keçirilib. Qeyd edək ki, Qədir gecələri münasibətilə bölgələrdəki əksər məscidlərdə əhya gecələr təşkil olunub.